20. Konseptual biliklə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Gəlin baxaq. Bu zaman şagird müxtəlif hadisələrlə bağlı anlayışlara sahib olur. Doğrudur. Şagird müxtəlif anlayışlar arasında oxşar və fərqli cəhətləri bilir. Doğrudur. Konseptual bilik faktoloji biliyə əsaslanır və məntiqi düşüncə tələb edir. Doğrudur. Konseptual bilik tapşırığın icrası üçün icra varsa, bir addım varsa, bir ardıcıllıq varsa, bu prosedural bilikdir. Deməli, yanlış oldu D variantı. Konseptual bilik məhfum və anlayışlara əsaslanan mürəkkəb bilikdir. Doğrudur. 21. Deklarativ bilik haqqında deyilənlərdən biri doğrudur. Deklarativ bilik, diqqətli olun. Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir. Baxın, terminlər, elementləri əhatə edən deklarativ bilikdir. Digərlərini oxumağa lazım deyil. Elə 21A variantı doğrudur. Şagird özü üçün öyrənmə strategiyası metakognitivdir. Meyarların müəyyənləşdirilməsi üçün istifadə olunan bilik meyardır, algoritmdir. Hər bir işin algoritmi proseduraldır. Meyarların müəyyənləşdirilməsi konseptualdır. Şagirdin ümumiləşdirmə ilə əldə etdiyi konseptual. Deməli, A variantı hər hansı bir sahəni anlamaq üçün lazım olan bilik. 22. Verilərdən biri faktoloji biliyi yoxlayan sualdır. Gəlin baxaq. Məmməd Füzuli nə üçün Leyli və Məcnun mövzusuna müraciət etmişdi? Nə üçün sualına nə cavab verir? Nə üçün? Deməli, A variantı faktoloji bilik deyil. Deməli, baxın, nə üçün sualına cavab verən konseptual bilikdir? A konseptualdır. Metaforun metonomiya ilə fərqlərini müəyyənləşdirin. Bu konseptual bilikdir. Azərbaycan ədəbiyyatında ilk divan müəllifi kimdir? Sadəcə məlumat xarakterli bilikdir, yadına salıb deyəcək. Deməli, 22C variantı. 23. Hansı sual deklarativ biliyi yoxlayır? Sifət və feili sifəti fərqləndirin. Yanlışdır. Sifət və sifəti bilməlidir. Feili sifəti bilib fərqləndirirsə, bu konseptualdır. Newtonun ikinci qanunun düsturu hansıdır? Deklarativdir, əzbərləyib, yadına salıb deyəcək. B variantı. 24. Gəlin C-yə baxaq. Dəyərlərin insan həyatındakı rolu nədən ibarətdir? Bu da deyil. Avtomobilin necə işə düşdüyünü izah edir? Prosedural. Su təbiətdə necə dövr edir? Necə? Prosedural. Dəyərin insan həyatındakı rolu nədən ibarətdir? Bu olur konseptual. Deməli, mənim doğru variantım B variantıdır. 24. Hansı sual konseptual biliyi yoxlayır? Gəlin baxaq. Amerika qitəsi hansı yarımkürədə yerləşir? Xatırlama mərhələsi. Xatırlayıb deyəcək. Deklarativ. Nə üçün Lənkəran suyunun qaynama temperaturu lerikə görə daha yüksəkdir? Təhlil edib biləcək. Deməli, bu da olur konseptual. 24B variantı. Nə üçün sualına cavab verir? Çaldıran döyüşü nə vaxt baş verib? Xatırlayıb deyəcək. Deklarativ. Yağış hansı proses nəticəsində yaranır? Prosesi deyəcək. Olur prosedural. Sosioloji anket sorğusu necə keçirilməlidir? Yəni, bu da sadəcə ardıcıllığının yolunu deyəcək prosedural. Deməli, oldu B variantı. Hansı fikir doğrudur? Şagirdlərə öyrənmə məqsədi ilə verilən informasiyanın praktik əhəmiyyəti nəzərə alınmalıdır. Baxın, biz həm bilik, həm də praktik əhəmiyyəti nəzərə almalıyıq. A variantı doğrudur. Gəlin B-yə baxaq. Şagirdlər biliyin ötürülməsi zamanı yalnız onu qəbul edən tərəf yanlışdır. Həm qəbul edən, həm ötürən tərəf olmalıdır. Şagirdin terminoloji biliyi konseptual yanlışdır, faktoloji biliyə aiddir. Prosedural bilik şagirdin öyrənməsi haqqında məlumata malik olmasıdır, yanlışdır. Qiymətləndirmə meyarının müəyyənləşdirilməsi metakognitivdir, yanlışdır. Deməli, 25 oldu A variantı. 26. Nümunələrdən əsas biliyin növlərini müəyyənləşdiyi. Gəlin baxaq. 1. Şagird verilmiş isimləri qrammatik kateqoriyalarına görə qruplaşdırır. Qruplaşdırır konseptual biliyin açar sözləridir. Qrammatikanı bilməlidir, sonra qruplaşdırmalıdır. Şagird sözlərin tərkibinə görə təhlil edir. Baxın, təhlil edirsə burada bir proses, bir icra var. Bu olur prosedural. Şagird hədəflərinə çatmaq üçün plan hazırlayır. Öz hədəfinə çatmaq üçün. Bu da metakognitiv. 27. Yəni variantı özünüz taparsınız. Sual işarəsinin yerinə yaza biləcək ifadəni müəyyənləşdirin. Dövlətin əlamətləri, bioloji hadisələr haqqında faktlar, fizikaya aid düsturlar. Baxın,
düsturdur, faktdır, əlamətdir bilməyi, bu olur faktoloji bilik D variantı. 28. Şagird atası ilə dialoq zamanı bildirir ki, Fransız dili fənnindən kesikə zamanı suallardan yalnız ikisini səhv yazaraq 86 bal almışdır. Səhvlərini təhlil edərkən müəyyənləşdirmişdir ki, sualı da, cavabları da sonadək tam oxumadığından vacib məqamları gözündən yayındırıb. Baxın, özü dərk edir, özünün mənfi və müsbət tərəflərini bilir. Bu olur metakognitiv bilik. 29. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Gəlin baxaq. Kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir deklarativ. Doğrudur. Sifət haqqında deyilən fikirlərin yanlış olanları müəyyənləşdirir prosedural. Yanlışdır. Müəyyənləşdirmək, ümumiləşdirmək, kateqoriyalara bölmək, təsnifləşdirmək konseptualdır. Deməli ki, yanlışdır. 3. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələrini ümumiləşdirir metakognitiv yanlışdır. Ümumiləşdirmək konseptual bilikdir. Deməli, doğrudan 1, yanlışdan 3. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntının neçənci əsrdə əldə etdiyini bilir spesifik bilik doğrudur. Deməli, məndə doğrudan 1, yanlışdan 3. Biliklərlə bağlı yanlış fikir hansıdır? Faktoloji bilik Bloom taksonomiyasının müxtəlif mərhələlərində işlənə bilər. Anlama, xatırlama, tətbiqdə, hamısında, ümumilikcə bütün hamısında faktoloji bilik var. Doğrudur. Faktoloji bilik digər bilik arasında əlaqə qurmağa tələb edir. Doğrudur. Yanlış fikir. Faktoloji bilik digər biliklər arasında, xeyr, baxın. Faktoloji bilik digər biliklər arasında əlaqə qurub, ümumiləşdirən, təsnifləşdirən, qruplaşdıran konseptual bilikdir. Riyazi əməllərin yerinə yetirilməsi prosedural doğrudur. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşir, doğrudur. Metakognitiv bilik abstrakt bilikdir, doğrudur. Yenə deyirəm, mən bunu bilsin necə oxudum. O faktoloji bilik olmadan digər biliklər formalaşa bilmir. 12 mən nəzərdə tutdum, amma burada onu demir. Deyir ki, faktoloji bilik digər bilik arasında əlaqə qurur. Yanlışdır. Digər biliklər arasında əlaqə quran konseptual bilikdir. Nə deməkdir? Məsələn, isim haqqında da bilir, sifət haqqında da bilir. Bunları ümumiləşdirir. Deməli, 30-da yanlış B variantı. 31. Doğru fikri müəyyənləşdirin. Cümləni sintaktik təhlil edir, deklarativ bilik. Yanlışdır. Sintaktik təhlilin yolunu bilir, proseduraldır. Maaş sözü 4 həf 3 səsdən ibarət olduğunu bilir. Aha, bu deklarativ bilik yanlışdır. Verilənlər arasında 1928-ci ildə müqaviləsinə aid olan müddəaları tapır spesifik bilik. Bəli, əzbərləyib, bilir, sadəcə oxuyur, hansı müddəalarda plus minus qoyur. Məlumat xarakterli bilik. 31 C variantı. Nümunələrə əsasən biliyin növlərini müəyyən edin. Verilənlər arasında bir şıxlının Dəli Kür romanında iştirak edən obrazları müəyyənləşdirir. Baxın, sadəcə oxuyub, bilir ki, Dəli Kür romanında iştirak edən obrazlar kimdir? Məlumat xarakterli bilikdir. 1 olur deklarativ. 3 tərəf 4 cm, 4-cü isə 8 cm olan trapesiyanın ən böyük bucağını tapır. Bir proses, bir icra yerinə yetirir, prosedural. Mətndə verilən sifətlərin dərəcələrini müəyyənləşdirir. Baxın, sifət dərəcəsini bilir, onu müəyyənləşdirirsə, deməli bunda konseptual bilik var. 32 olduğu C variantı. Deklarativ, prosedural, konseptual. 33. Kvadrat tənliklər üçün algoritm bilir. Algoritm bilmək proseduraldır. Deməli, biz proseduralı tapacağıq. Hasili 24 olan 2 ədədin cəminin ən böyük qiymətini tapır. Toplayır, tapır, prosesin, yolun bilir. Deməli, 33 ilə A variantı. Klasteri tamamlayın. Sözün leksik təhlilin yolunu bilir, ardıcıllığını bilir, prosedural. Biz prosedural biliyi tapacağıq. Bahariyə əsərinin hansı janrda yazdığını bilir. Bu, deklarativ bilikdir. Söz qəzəli haqqında verilən fikirlərdən doğruları müəyyənləşdirir. Xeyr, bu da prosedural deyil. Özü üçün iş planı tərtib edir, metakognitiv. Esse üçün meyar müəyyənləşdirir. Baxın, müvafiq prosedurların yerinə yetirilməsində istifadə olunan meyarlar nə idi? Prosedural bilik. Deməli, D variantı. Uyğunluğu müəyyən edin. Müəyyən edək. Deməli, Azərbaycan ərazisində məskunlaşan ən qədim tayfaların adlarını bilir. Məlumat xarakterli bilikdir. Deklarativ 3-ə A. Vətən mövzusunda yazılmış
nəsr əsərlərini sadalayır, əzbərləyib sadalayır. Deklarativ. Mətn ideyasına uyğun atalar sözləri müəyyənləşdirir. Bu nədir? Konseptual. Cəmi 692, 326 olan 2 ədədin ən kiçiyini hesablayır. Prosedural. Baxın, mətnin ideyasına uyğun atalar sözünü müəyyənləşdirir. Atalar sözünü əzbərləyib bilirsə, bu faktolojidir. Faktoloji bilikləri müəyyənləşdirirsə, bu olur konseptual. Variantda özünüz qoyarsınız. 36. Sual nümunələrinin biri faktoloji biliyi yoxlamasına xidmət etmir. Gəlin baxaq. Ağac üzərində qrafikaya nə deyilir? Əzbərləyib deyəcək. Rusiyada təhkimçilik nə vaxt ləğv edib? Əzbərçiliyib deyəcək. Rus sənətkarlığının ən böyük mərkəzi haradır? Əzbərdir, bilir. Poltava döyüşü neçənci ildə baş verib? Əzbərdir, bilir. İnformasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Bu artıq nə bilikdir? Metakognitiv bilik özünə meyar müəyyənləşdirir. 37. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji. Baxın, sintaktik təhlilin yolunu bilməsi proseduralda. Amma terminləri əzbər bilməsi faktolojidir. A doğrudur. Konseptual bilik deklarativ biliklər üzərində qurulmuşdur. Doğrudur. İki deklarativ bilik arasında əlaqə qurur. Sözün fonetik təhlilin yolunu bilmək prosedural doğrudur. İnsan özü haqqında biliyə malikdirsə, bu metakognitiv doğrudur. İki hadisənin oxşar və fərqli xüsusiyyətlərinin müqayisə edilməsi konseptualdır. Prosedural yox. Deməli 37 Y variantı. 38. Doğrudan doğrunu, yanlışdan yanlışı seçəcəyik. Baxağın. Tunç və Mis dövründə insanların məişətinin nədən ibarət olduğunu bilir. Terminoloji yox, spesifik. Bir yanlışdır. İki əsər arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirə bilir. Konseptual doğrudur. Layihəni necə yazacağını bilir. Konseptual və prosedural bilik. Deməli, baxın, layihəni necə yazacağını bilir. Yolunu bilir, bu proseduraldır və faktoloji biliklər arasında əlaqə quracaq konseptual 3 doğrudur. Oxuduğu məlumatı ümumiləşdirir. Ümumiləşdirmək konseptualdır, metakognitiv yox, 4 yanlışdır. Deməli 2-4 variantı tapın. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Gəlin baxaq. Şagird dəmirin xüsusiyyətlərini sadalayır. Spesifik doğrudur. Povest janrında yazılan əsərləri sadalayır. Spesifik olmalıydı, konseptual verib, yanlışdır. Deməli, doğrudan 1. 18 metr məsafədə 3 metr aralıqda neçə ağac əkmək mümkün olduğunu hesablayırsa proseduraldır. Elə yanlış oldu 3. Deməli, tapırsınız. Mənim doğrum oldu 1, bir də yanlışım 3. Hansı variantda özünüz tapın. Şagird özünü qiymətləndirmə bacarığına sahibdir, metakognitiv. Baxın. Biz burada bu doğrudur, amma biz yanlışı seçməliyik. Deməli 1-3. Prosedural bilik yanlışdır. Prosedural bilik tətbiq etmək mərhələsi ilə də əlaqəli olur. Doğrudur. Mövzu ilə bağlı konseptual biliyə malik olmaqla şagird əsas köməkçi nitq hissələrini fərqləndirə bilir. Doğrudur. Qafiyənin nə olduğunu bilmək faktoloji. Doğrudur. Metakognitiv bilik digər biliklərə nisbətən daha yüksəkdir. Doğrudur. İnsanda bioloji prosesin gedişini izah edə bilmək deklarativ yanlışdır. Deməli, müəllimələr, baxın, biz əgər məlumat xarakterli, baza xarakterli biliyimiz varsa, bu faktolojidir. İki faktoloji biliyi əlaqələndirib, müəyyənləşdiririk, təsnifatlaşdırırıq, kateqoriyalara bölürük, nəzəriyyələrə bölürük, ümumiləşdiririk, model və strukturlara ayırırıq. Bu olur konseptual. Bacarıqdır, algoritmdir, texnikadır, metoddur. Müvafiq prosedurlardan yerində istifadə etmək meyarı, bu da olur prosedural. Metakognitiv strateji bilik, idrak tapşırıqları haqqında bilik, şagirdin özü haqqında biliyə malik olması, bioloji prosesin gedişini, yolunu izah edirsə prosedural bilikdir. Yəni izah edir, ardıcıllığın bilir. Deməli 40-da yanlış fikir Y variantı.